komada olan oğlunu özəl hospitaldan dövlət xəstəxanasına köçürə bilmir. Lənkəranın Nərimanabad qəsəbə sakini Rəqsanə Hüseynova bu iddia ilə bağlı Xəzər xəbərin qaynar xəttinə müraciət edib. Onun sözlərinə görə avqust ayının 4-ü oğlu Mühəbbət Quluzadəni avtomobil vurub. O ətrafdakıların köməkliyi ilə təcili tibbi yardımla kliniki tibbi mərkəzə çatdırılıb. Daha sonra Mühəbbət Quluzadə əməliyyat olunub. Bir neçə saat əməliyyatdan sonra bizə bildirdilər ki, koma 2 ağır vəziyyətdədir. Epilepsiya xəstəliyi ilə bağlı əziyyət çəkirdi. Həmin epilepsiyaya da görə komada ayıla bilmir. Orada bizə belə bildirdilər. Biz də özəl klinikalardan birinə yerləşdirdik. Valideynin sözlərinə görə hazırda müalicə aldığı özəl hospitala xeyli məbləğdə ödəniş ediblər. Hətta 3000 manat borcları da yaranıb. Mən övladım Quluzadə Mühəbbəti həmin yatdığı hospitaldan yeni klinikaya köçürmək istəyirəm. Yeni klinikaya köçürməklə bağlı hələ ki heç bir məlumat ala bilmirəm. İddialarla bağlı yeni klinikadan sorğumuza cavab olaraq bildirildi ki, Mühəbbət Quluzadənin transferi ilə bağlı rəsmi müraciət və transfer blankı daxil olmayıb. Transfer prosesi pasiyentin müalicə aldığı tibb müəssisəsi tərəfindən təqdim olunan transfer blankı əsasında həyata keçirilir. Blank aidiyyəti şöbələr tərəfindən pasiyentin klinik vəziyyəti və qəbul imkanları baxımından qiymətləndirilir. Nəticə barədə müraciət edən tibb müəssisəsinə məlumat verilir. Bu səbəbdən qeyd olunan pasiyentin yeni klinikaya transferinin qiymətləndirilməsi və qəbuluna dair qərarın verilməsi mümkün olmayıb. Elbrus Kərimli, Seymur Əmiraslanov, Ayaz Süleyman Soy, Xəzər xəbər.